Prezident İlham Əliyevin təsdiqlədiyi su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı çərçivəsində Neftçala şəhərində içməli su təchizatı sistemləri yenidən qurulur. Mərhələlərlə icra olunan layihə bu ildə davam etdiriləcək və şəhərdaxili su şəbəkəsinin tikintisi başa çatdırılacaq və bəzi kəndlərə suyun verilməsi təmin olunacaq. Dövlət investisiya proqramına uyğun olaraq Neftçala şəhərində 100 km içməli su xətti çəkiləcək, hər bir evə birləşmə verilərək sağacılar quraşdırılacaq. İçməli su layihələrinin icrası və görüləcək işlərlə bağlı təqdimatda bu barədə məlumat verilib. Layihə çərçivəsində 13 km kanalizasiya xəttlərinin inşası, tikintisi nəzərdə tutulub və eyni zamanda hazırda şəhər mərkəzində fəaliyyət göstərən və istismar müddətini dəfələrlə başa vurmuş 9 ədəd kanalizasiya nasos stansiyasının ləğvi və bunun əvəzində 1 ədəd yeni nasos stansiyasının inşası nəzərdə tutulmuşdur. Nəticə olaraq da bununla da layihənin icrası ilə Neftçala şəhərində tullantı sularının optimal idarə olunması həyata keçiriləcək. Layihənin növbəti mərhələsində şəhərdə kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdiriləcək və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədi ilə tullantı su təmizləyici qurğu inşa olunacaq. Neftçala rayonunun kənd və qəsəbələrinin su təminatı məqsədi ilə də layihə hazırlanıb. Mövcud magistraldan, Salyan şəhərinin şəbəkəsindən və Şirvan-Muğam qrup su kəmərinin şorsulu ərazisindən keçən hissəsindən kəndlərə suyun verilməsi layihələndirilib. Daha uzaq məsafədə yerləşən bəzi kəndlər üçün lokal həll planı işlənib və həmin kəndlərdə əks-osmos tipli su təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulur. Təkliflər nəzərə alınmaqla yekun sənəd hazırlanaraq hökumətə təqdim ediləcək. Rüstəm Mikayılzadə, Mümtaz Xəlilzadə, ATV Xəbər.